Hörmətli xanımlar və cənablar, əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Bugün ölkəmizdə çox əlamətdar və tarixi bir gündür. Bugün Bakıda Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi isə 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri təsvir edilibdir. Azərbaycan dövlət gerbi, Azərbaycan dövlət himninin mətni, Azərbaycan xəritəsi, Azərbaycan dövlət bayrağı muzeyi də fəaliyyət göstərəcək. Meydanın ortasında isə Azərbaycan dövlət bayrağı ucaldılacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdir. Və bu bayraq şəhərimizin hər bir yerindən görsənəcəkdir. Məhz bu məqsədlə bu yer seçilmişdir. Bu yer abadlaşdı, bu ərazi abadlaşdı. Gələcəkdə burada böyük parklar salınacaq. İstirahət üçün gözəl şərait yaradılacaq. Dəniz kənarı bulvar salınacaq. Artıq bu işlər başlamışdır və gələcəkdə burada salınacaq bulvar Bakı bulvarı ilə birləşəcəkdir. Bayraq meydanının yaradılması üçün çox böyük işlər görülmüşdür. Böyük tikinti, quraşdırma, quruculuq işləri çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bunu göstərir ki, bizdə olan bu güclü potensial hər bir sahədə özünü büruzə verir. Bugün bizim imkanlarımız o qədər böyüb ki, istənilən məsələni biz həll edə bilərik. İstənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci ilin noyabrın 17-sində imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən 2 il sonra 2009-cu ilin noyabrın 17-sində Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir. Bildiyiniz kimi Azərbaycan bayrağı, bizim üç rəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. 1918-ci ilin noyabrın 9-unda və məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-sində imzalanmasının səbəbi də çox məntiqlidir və çox aydındır. Məhz noyabrın 17-sində 1990-cı ildə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda, Naxçıvanın Ali Sovetinin sesiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi və eyni zamanda o vaxtki Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırırdı. Və ölkəmizdə gedən proseslər bu proseslərə güclü təkan vermişdir. O illər bizim hamımızın yadımızdadır. O Azərbaycanın inkişafı üçün, gələcəyi üçün həll edici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda
ölkədə gedən proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, xərcməclik hökm sürürdü. Ölkənin gələcək inkişaf perspektivləri qeyri-müəyyən idi. Və Azərbaycan əslində öz dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi ilə, Azərbaycan xalqının müdrikliyi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlamışdır. Bu inkişaf dövrünün nəticələrini bugün Azərbaycan vətəndaşları görür. 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur. Məhz o illərdə Azərbaycanda iqtisadi sabitlik yarandı, siyasi sabitlik yarandı, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətləri qura bilmişdir. Ölkəmizə böyük həcmdə investisiyanın cəlb olunmasına nail ola bilmişdik və o proseslər bugün də Azərbaycanın inkişafını təmin edir və bundan sonra, 10 illiklər bundan sonra Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir. O 10 il ərzində Azərbaycan çox böyük bir yol keçmişdir və demək olar ki, dövlətçilik əsasları tam şəkildə qurulmuşdur. Bugün isə Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf etməyə davam edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətlə inkişaf edir. Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş bizim uğurlarımızın əsas şərtidir. Bu möhkəm əsas üzərində biz iqtisadi islahatlar aparırıq, siyasi islahatlar aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Baxmayaraq ki, keçən il və bu il dünyada hökm sürən iqtisadi və maliyyə böhran böyük iz qoymuşdur. Buna baxmayaraq Azərbaycan bu sınaqdan da şərəfli çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Bütün müəyyən edilmiş proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır. İqtisadi islahatlar davam etdirilir. Və bugün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda artıq iqtisadi sahədə keçid dövrü başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və bu məqsəd qarşımızda qoyulubdur. Və bu məqsədə biz çatacağıq. Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Bizim xarici tərəfdaşlarımızın, dostlarımızın sayı günü-gündən artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın. Ölkə daxilində bir də demək istəyirəm ki, bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Biz iqtisadi islahatları aparmaqla, sosial islahatları aparmaqla həm ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edirik. Eyni zamanda sosial məsələlərin həllində də böyük uğurlara nail ola bilmişik. Bugün Azərbaycan böyük bir tikinti meydançasıdır. Hər yerdə, hər bölgədə, hər şəhərdə tikinti, quruculuq işləri aparılır. Sosial obyektlər tikilir, infrastruktura obyektləri tikilir. Yəni bugün Azərbaycanda görülən işlər nəinki ölkəmizin yaxın gələcəyini müəyyən edəcək. 10 il, 20 il, 30 il bundan sonra bax, bugün yaradılan infrastruktura və həyata keçirdiyimiz layihələr özünü göstərəcək və Azərbaycan xalqına xidmət edəcəkdir. Bizim uğurlu enerji siyasətimiz Azərbaycanı dünya birliyi qarşısında etibarlı tərəfdaş kimi təqdim etməyə əsas yaratdı. Bugün bu siyasət
ölkə daxilində gedən proseslərə çox müsbət təsir göstərir və biz demək olar ki, bütün qarşımızda duran bu sahədəki vəzifələri icra etmişik və gələcəkdə sadəcə olaraq əldə edilmiş nailiyyətlər əsasında yeni layihələrin həllinə çalışırıq və əminəm ki, bütün məqsədlərə çatacağıq. Biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkəyik. Biz heç bir xarici yardımdan asılı olmayan ölkəyik. Biz enerji təhlükəsizliyimizi təmin eləmişik. Ərzaq təhlükəsizliyimizi təmin edirik. Və belə olan halda Azərbaycanın gələcəyi haqqında yalnız bir fikir deyilə bilər. Azərbaycanın gələcəyi Azərbaycanın indiki vəziyyətindən daha da parlaq olacaq. Baxmayaraq ki, bugün nəinki postsovet məkanında, bölgədə və ümumiyyətcə ölkələr sırasında biz yüksək yerləri tuturuq. Və Azərbaycanda ildən ilə insanlar daha da yaxşı yaşamalıdır. Bu məqsədlə bütün sosial proqramlar icra olunur, vaxtaşırı maaşlar və pensiyalar artırılır və ölkə iqtisadiyyatını təmin etmək üçün bütün tədbirlər görülür. Bizim gözəl ölkəmiz var, gözəl təbiətimiz var. Ölkəmizin hər bir tərəfi gözəldir, hər bir tərəfi abadlaşır, gözəlləşir. Bizim təbii ehtiyatlarımız var və bu ehtiyatlar bizim gücümüzü daha da artırır. Artıq bizim böyük maddi imkanlarımız var. Biz nəinki xarici yardımdan asılı deyilik, eyni zamanda lazım gələndə özümüz də yardım göstəririk. Bu da bizim siyasətimizin yeni istiqamətidir. Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə çevriləcəkdir və bu məqsədə çatmaq üçün artıq konkret tədbirlər planı hazırlanır. Elə məsələ yoxdur ki, iqtisadi və sosial sahədə bu məsələ Azərbaycanda həll olunmaz. Düzdür, bugün hələ həllini gözləyən məsələlər çoxdur. Ancaq əsas odur ki, biz bu məsələləri bilirik, onların həlli yollarını bilirik, bu məsələlərin həlli üçün icra mexanizmləri vardır, maliyyə resursları vardır və siyasi iradə var. Yəni, bütün bu amillərin birləşməsi şəraitində istənilən məsələ öz həllini tapa bilər. Azərbaycanın gələcəyi haqqında biz hamımız düşünürük və düşünməliyik. Biz ölkəmizin təhlükəsizliyini təmin etməliyik, ölkədə dinamik və sürətli inkişaf tempini saxlamalıyıq. Beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənməlidir. Artıq regionda gedən proseslərdə Azərbaycan çox fəal rol oynayır. Bəzi hallarda həlledici rol oynayır. Bizim tərəfimizdən irəli sürülmüş siyasi və iqtisadi təşəbbüslər reallaşır və bu nəinki bizə, eyni zamanda bizimlə dostluq münasibətlərdə olanlara da xeyir gətirir. Yəni, biz bu istiqamətdə daha da fəal addımları atacağıq və beləliklə ölkəmizin inamlı və uğurlu gələcəyini təmin edəcəyik. Bütün bu vacib məsələlərlə bərabər bugün bu gözəl meydanda xüsusilə Azərbaycanın müstəqil siyasətini qeyd eləmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti ilə, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, 10 illiklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq. Azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 91-ci ildə verilmişdir. Və bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və çox güman ki, itirəcəkdik. Əgər 93-cü il Azərbaycan xalqı düzgün seçim etməsəydi. Bugün isə bizim müstəqilliyimiz artıq dönməzdir. Bizim müstəqilliyimiz əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüyaq çıxmışıq, şərəflə çıxmışıq
gözəl, möhkəm ölkə yaratmışıq. O ölkə ki, burada bütün azadlıqlar var, təhlükəsizlik təmin edilir, sosial rifah təmin edilir, iqtisadi inkişaf templəri təmin edilir. O ölkə ki, burada yaşayan bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, mehribanlıq, dostluq şəraitində yaşayırlar. O ölkə ki, burada milli dini dözümlülük yüksək səviyyədədir və bugün Azərbaycan bu məsələlərdə nümunə kimi göstərilir. Bu ölkəni biz yaratmışıq. Öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında münasibətləri qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli ölkədir bugün Azərbaycan. Azərbaycan artıq böyük bir regional faktorudur, sabitlik faktorudur, təhlükəsizlik və inkişaf faktorudur. Bizim bütün təşəbbüslərimiz, bütün irəli sürdüyümüz layihələr səmərə verir, xeyir gətirir həm bizə, həm bizim tərəfdaşlara. O layihələri həyata keçirmək üçün nəinki böyük maliyyə imkanları, güclü iradə lazımdır, cəsarət lazımdır və öz siyasətinə sədaqət lazımdır. Hər halda bugünə qədər ölkəmiz tərəfindən atılan bütün addımlar düzgün istiqamətdə atılmış addımlar olmuşdur. Biz bugün müstəqil ölkə kimi yaşayırıq və böyük qürur hissi ilə yaşayırıq. Biz fəxr edirik ki, biz Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu böyük xoşbəxtlikdir, böyük sərvətdir. Bizdən əvvəl nəsillər gəlirdi, gedirdi, müstəqillik arzusu ilə yaşayırdı. Ancaq bu müstəqillik görmək bizə nəsib olubdur. Bu xoşbəxtlik bizə nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük. Biz bu müstəqilliyin möhkəmləndirilməsi üçün işlər görürük, fəaliyyət göstəririk, çalışırıq. Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməyi işlərimizlə, vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Və bugün Azərbaycan cəmiyyətində bu həmrəylik var, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu və biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar olsun, vətənpərvər olsun, vətənə sadiq olsun. Çünki Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik bütün dövrlərdə. Bir də demək istəyirəm ki, bugün atılan addımlar və irəli sürülən təşəbbüslər 10 illiklərdən sonra özünü göstərəcək. Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik. 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir, hansı resurslar əsasında biz ölkəmizin uğurlu inkişafını təmin edəcəyik. Bu barədə biz düşünürük və bütün görülən işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda gələcəyə yönəldilibdir. Biz müstəqil xalqıq, azad xalqıq, özümüz öz siyasətimizi aparırıq və bundan böyük xoşbəxtlik ola bilməz. Bugün ölkəmizin həyatında bir də demək istəyirəm ki, tarixi bir hadisə baş verir, unudulmaz hadisə baş verir. Bu meydan unikal memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bugün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa bir neçə ildən sonra başqa yerdə də bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil. Məsələ ondadır ki, bu bayraq meydanının yaradılması Azərbaycanın gücünü göstərir. Azərbaycan xalqının öz dövlətinə sevgisini göstərir. Bizim öz dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu möhtəşəm meydan, mən əminəm ki, bir
neçə aydan sonra ki, burada bütün bu ətrafda tikinti, quraşdırma işləri tamamlanandan sonra bu meydan insanlarla dolu olacaqdır. Necə ki, bugün bizim parklarda, dəniz kənarı bulvarında minlərlə, 10 minlərlə insanlar hər gün gəzintiyə çıxırlar. Bax, bu meydanda insanlar yığışacaqlar. Bu bayraq altında, milli rəmzlər ətrafında. Burada gözəl, Bakıya möhtəşəm bir mənzərə açılır. Burada aşağıda gəzinti üçün gözəl yerlər var. Yəni, bu bayraq meydanı Bakının bir mədəniyyət mərkəzinə çevriləcəkdir. Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bizim bayrağımız bizim canımızdır, bizim ürəyimizdir. Bugün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra bizim milli dövlət bayrağımız bugün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlı Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına. Yaşasın Azərbaycan.